Mən keçən ildə demişəm, bayram gününün ərəfəsi axırıncı gün gedin bir ziyarətgahda, vacibdir axşam gedəsiz. Elə hansı saatda istəsiz, axşama qədər vaxtınız var, gedin ziyarətgahın birində oturun. İmkan varsa əlbəttə bunlar vacibdir, heç hədisdə, ayədə də gəlməyib. Mənim tövsiyəmdir, bir qardaş kimi bu bir dənəni şəxsən öz sözüm kimi qəbul edin. Deyəsən bir dənə öz sözümü demədim bu ay ərzində. Bu bir dənə də ki mənim sizə tövsiyəm olsun, gedin Əhl-i Beytin bunlar nişanələridir, Əhl-i Beytin parçalarıdır bu məmləkətdə. Allahın onlara xüsusi inayəti var. İmkanınız olsa gedin bir neçə dəqiqə oturun orada. Yenə deyirəm, axşam iftara yaxın gecdi, indi gedin, birazdan gedin, imkanınız var, gedin oturun, münacat eləyin, Allahla danışın. Dizimizi qucaqlayaq, qəmə qarq olaq bugün, qəmə. Bugün qəm günüdür. Sabah bayram günüdür, bugün qəm günüdür. Qüssə ilə bayram İslamda iç-içədir, bugün qəm günüdür.